Salam kanalımın üzvləri, bu yenə mənəm Əlidir. Sizi öz kanalımda salamlayıram. Bugünkü mövzu yenə də YPN cashback servisi haqqında olacaq. Yəni mən öz kanalımda gördüyünüz kimi həddindən çox sifarişlər verirəm və YPN cashback servisindən istifadə edirəm və məhsul aldığım məbləğin müəyyən bir hissəsi mənim elektron hesabıma geri qayıdır. Və bu cashback servisində olan linkləri də videonun sonluğunda özümə məxsus mənim qrupamda, cashback olan qrupamda, səhifəmdə yerləşdirirəm və bir çox istifadəçilər, kanalımızın üzvləri və qrupamızın üzvləri yazırlar ki, bu servisdən necə istifadə etmək olar. Bunun üçün qısa bir video hazırlamaq qərarına gəldim. İlk olaraq dedim ki, məsələn, daxil olursunuz. Videonun altında linkləri yerləşdirəcəm, daxil olursunuz o linklərə və sizdə belə bir səhifə açılacaq və registrasiya düyməsini sıxırsınız. Mənim əvvəlki videolarıma baxanlar yəqin görüblər ki, mən YPN cashback servisi haqqında videolar hazırlamışam, amma bu ondan fərqli olacaq. Çünki qeydiyyat burada iki formadadır. Baxın, mən registrasiyadan keçəndə webmaster kimi və adi proprietor kimi, mən webmaster kimi qeydiyyatdayam. Bu biraz başqa imkanlar yaradır. Həmin videolara baxsaz görəcəksiniz. Amma adi özü üçün aldığı məhsuldan güzəşt əldə etmək istəyir çox adam. Onun üçün baxın, adi proprietor kimi qeydiyyata keçmək lazımdır. Göstərəm kimi açırsınız səhifəni və proprietor düyməsini sıxırsınız. Baxın, belə bir səhifə açılır. Səhifədə qeydiyyat çox sadədir. Gördüyünüz kimi yalnız e-mailinizi yazırsınız, parolunuzu fikirləşirsiniz və подтвердить parol, həmin qeyd etdiyiniz parolu təkrarlayırsınız və registrasiya knappasını basırsınız və salam. Sizin qeydiyyatınız hazırdır. Qeydiyyatdan keçirərək öz səhifəsinə daxil olunduğda ilk olaraq sizə belə bir səhifə açılacaq, görürsünüz bu səhifəni. Burada baxın, как купить cashback через servis. Burada göstərir ki, hansı variantlardan var cashback əldə etmək üçün. Baxın, burada göstərir. Sposob birinci, daxil olursunuz səhifəyə, istədiyiniz mağazini seçirsiniz, üstünə klik edirsiniz. Məsələn, burada göstərir AliExpress. Klik edirsiniz, səhifə açılır və açılan səhifənin daxilində elədiyiniz hər əməliyyatdan, məsələn, hər $100 əməliyyatdan 18%-ə qədər, 7-18% arası sizə cashback hesablana bilər. Bu birinci variantdır. İkinci variant isə, məsələn, özünüz hər hansı bir məhsulunuz var. Məhsulun linkini götürürsünüz. Səhifədə belə bir yer olacaq. Oraya əlavə edirsiniz və Kupit cashback knopkasını basırsınız və eyni məhsulun, gördüyünüz kimi, eyni məhsulun açılır eyni səhifədə. Sadəcə belə deyək, cashbacklə bir yerdə açılır. Hər aldığınız məldan müəyyən bir faiz sizə qayıdacaq. Bu belə və baxın, как купить cashback через plugin. Plugin deyəndə nəzərdə tutulur. Məsələn, gördüyünüz kimi, mən Chrome-dan istifadə edirəm. Hər bir brauzer üçün, burada qeyd olunan brauzerlər üçün pluginlər var. Pluginləri siz brauzerinizə əlavə edirsiniz və ondan sonra həmin YPN cashback-in səhifəsinə girməyə ehtiyac qalmır. Aktivləşdirmək üçün, məsələn, baxın, məndə burada knopka var. YPN cashback-in burada pluginidir. Gördüyünüz kimi adı da çıxdı. Üstünə klik edirsiniz. Hər hansı bir məhsulu seçəndən sonra avtomatik səhifəyə girmədən də cashback-i aktivləşdirmiş olursunuz. Baxın, bu belə deyək, geniş yayılmış suallardan biridir. Mənə bu sual çox verirlər. Почему cashback может не зачисляться? Cashback hər vaxt hesablanmaya bilər. Hesablanmaya bilər o vaxt ki, məsəl üçün siz cashback-i səhifəyə daxil oldunuz, hər hansı bir AliExpress-in səhifəsi açıldı burada, məsələn, hər hansı bir malı seçdiniz, amma o malı bu səhifə daxilində deyil, məsəl üçün əlavə səhifə açılıb, burada sifariş verdiniz, belə deyək. Amma elə şey edəndə, cashback hesablanmır. Keçid hansı səhifəyə gedibsə, məsələn, bu səhifəyə gedibsə, alışda ancaq bu səhifə daxilində olmalıdır. Yeni səhifələr burada açılmalıdır. Bu səhifə daxilində, bütün alış-veriş bu səhifə daxilində olmalıdır. Və pluginlər, əlavə pluginlər, məsələn, gördüyünüz kimi AliExpress Seller Check, AliTools, bunu çox reklam eləyirlər. Bunu, belə deyək, vaxt eləməndə istifadə edirəm, indi istifadə eləmirəm. Bu pluginlər sizin trafikinizi öz üzərinə götürə bilərlər, belə deyək, və sizə cashback hesablanmaya bilər. Məsləhətdir ki, bu proqramlardan istifadə eləməyəsiniz.
Pozel postu покупки, yəni prinsip bunları oxumağın belə də mənası elə də qalmır. Yəni o da göstərəcək sizə, göstərəcəm yəni hansı formada əməliyyatlar gedir. Baxın, bunu burada açmışam, gəlin göstəreyim. Göstərəcəm sifariş verdiyiniz zaman məsələn mağazini göstərir nədir, nə qədərlik mal almısınız və ondan sizə nə qədər cashback hesablanır. Məsələn bu testov bir səhifədir, yəni göstərəcək, sizlərə bu formada göstərəcək. O əsas məsələlərdən biri как вывести деньги. Baxarsınız burada, məsələn mən WebMoney kошельkundan istifadə edirəm. Siz də özünüzə uyğun kошелек seçə bilərsiniz. Hər yığılan məbləği, belə deyək, $10 çox olanda atırsınız həmin kошелека və kошелekdə mümkün məbləğdən yeni sifarişlərinizi verə bilərsiniz. Burada xəbərdarlıqdır, xəbərdarlığını oxumaq lazımdır. Adətən burada vacibli informasiyalar olurlar. Belə deyək, mən bu informasiyadan xəbərdaram deyə zakrit verirəm. Məsələn, bu ana səhifədir, gördüyünüz kimi və burada göstərir həmin funksiyaları. Məsələn, bunu açdığımız səhifəni bağlayaq, əlavəni. Məsələn, biz hal-hazırda bu səhifələrdən birini alış-veriş etmək istəyirik, seçirik. Məsələn, görürsünüz, hər bir məbləğin, hər bir mağazinin qabağında yazılır 18%, cashback do 18%, yəni 18%-ə qədər, yəni Banggoodda 5%, Asus'da 5%'e kadar, Gearbest 1, Ozon 10%'e kadar. Standart olarak biz mesela seçirik AliExpress. Buradan alışveriş etmek istedik. Üstüne klik edirik. Və gördüyünüz kimi belə bir səhifə açılır. Baxın burada məlumatı, bütün məhsullara 7%. AliExpress'dən yeni müştərilər hansılar ki, telefon prilajenisindən istifadə edəcəklər. Bunlara 10%. Baxın 18, 15, 18 olacaq. Yəni bunlara özünüzə uyğun seçərsiniz. Baxırsınız, yəni hansı təzə müştərisinizsə və təzə qeydiyyatdan keçmişsinizsə müəyyən bir müddət 10% olacaq və sonra 7% olacaq. 18%-ə qədər. 18%-ə qədər. Və belə bir səhifə açılır. Bir mağazin knopkasını sıxırsınız. Və avtomatik AliExpress-in səhifəsi açıldı. Buradan bu səhifə daxilində həll elədiyiniz belə deyək qeydiyyat əməliyyatdan orada qeyd olunan faizlər sizin hesabınıza oturacaqlar. Elektron hesabınıza oturacaqlar. Yəni qeyd etdiyim kimi $10-dan yuxarı olanda siz onları elektron kошелека atırsınız və normal adi qaydada istifadə edə biləcəksiniz. Və digər variant, məsələn bayaq göstərmişəm, belə bir hissə var. Məsələn siz gelirsiniz AliExpress səhifəsinə, hazır hər hansı bir məhsul var ki, hazır onu almaq istəyirsiniz. Məsələn, seçək, testlik. Məsələn, bu məhsulu seçirik. Linki kopiyalət edirsiniz. Daxil olursunuz bura, ссылканы tovar və ora вставить edirsiniz. Və Kupit cashback knopkasını basırsınız. Burada göstərirsə ki, məsələn, bu link idi, возможно cashback var, примерный процент 7%. Yəni, bunun aşağı yoxdur, yəni ən aşağı faiz 7%-dir. Və istəyirsiniz sifariş vermək, məsəl üçün, продолжить verirsiniz. Və gördüyünüz kimi həmin səhifə açıldı, lakin bu səhifə, belə deyək, bu səhifədən fərqlidir. Orada linklərdə fərqlilik var. Servis özü linkini bura əlavə edirik, yəni alınan məhsulun müəyyən bir hissəsi sizə qarşımızdan 351, məsələn $351-dır. Bunun qiyməti, onun 7%, təxmini $21-22 sizin hesabınıza, elektron hesabınıza oturacaq. Yəni bu da deməkdir ki, məhsula 351 verməyinə baxmayaraq, bunun harcı təxmini $22-23 alacaq. Bu harcı sizə başa gələcək $325, belə təxmini $325. Düşünürəm ki, bu belə bir pis sistem deyil. Baxın, başqa nə funksiyaları var. Siz bu qlavın əsas səhifəsidir. Gördüyünüz kimi, yəni daxil onda. Çünki adi istifadəçilər belə deyək, bundan çox başqa bir şey olsa istəmirlər. Yəni necə deyək ki, sifariş zamanı güzəşt əldə edək. Əsas budur. Выплаты bölməsi siz bura kошелekunuzu əlavə edə bilərsiniz. Məsələn, məndə WebMoney kошелekdir, gördüyünüz kimi bu hesabdır. Siz özünüzə uyğun hər hansı bir sizdə olan kошелеku əlavə edib, onun informasiyalarını добавить edib, kошелек yarada bilərsiniz.
Zakazat выплату bölməsində hələ ki belə deyək, mən bu akkauntdan çox az demək olar istifadə etmirəm. Açmışam, istifadə etməmişəm. Ən çox mən digər akkauntdan istifadə edirəm. Bunu test üçün, yəni bunu sizin üçün göstərmək üçün verdim. Məbləğ böyüyəndə və limiti keçəndən sonra burada zakazat выплату verirsiniz. Yəni məbləğinizin müəyyən bir hissəsini elektron koşulka atırırsınız. İstoriya выплат, yəni sifarişlərinizin tarixini göstərir, tarix hissəsini göstərəcək. Возвращение выплатadakı, yəni sizə qayıdan pullardan məndə hələ ki belə bir şey olmayıb. Statistika bölməsi, bunu istifadə etməmişəm, yəni bu akkauntda və kənarda belə bir menülər var. Browserın расширение, bu sizə dediyim kimi, baxın bu qıraqda göstərilən расширениyadır. Mobilni приложение telefon üçün olan versiyası var cashback servisinin. Yəni onlarda olan linki videonun sonluğunda, videonun şərhlər bölməsində aşağıda yerləşdirəcəm. Promokod, kuponla skidku var, belə deyək, standart, məsələn, standart halda siz gördüyünüz kimi faizlər 7, 10, 15, 18 təxmini belə faiz idi. YPN cashback servisində kuponlar da olur, kuponlardan istifadə edərək siz faizinizi qaldıra bilərsiniz. Məsəl üçün, kupondan yox, belə deyək, mən səhv dedim. Kupon məhsullara aiddir, hər hansı bir məhsul olan, mağazində məhsul olan skidkalardılar. Promokod isə YPN cashback servisinin özünün verdiyi promokodlardır ki, yəni siz YPN cashback servisinin səhifəsindən daxil olanda, yəni orada informasiyalar var, onlara diqqətlə oxusanız görəcəksiniz ki, yəni müəyyən bir müddətlərdə aksiyalar keçirirlər, müəyyən promokodlar verirlər. Həmin promokodları götürüb bura əlavə edirsiniz, kopировать edirsiniz və проверить edirsiniz. Yəni aktivdirsə, yəni çünki o limitlə olur, yəni kim o limitdən istifadə edə bilsə, həmin adama müəyyən bir müddətdə faiz olduğu kimi deyil, belə də yüksəlir. Məsələn, məndə standart, mən istifadə edəcəyim akkauntda 8.5 faiz idi, hal-hazırda 10.3 faizdir. Yəni hər elədiyim əməliyyatın 10.3 faizi mənim hesabıma geri qayıdacaq. Necə ki, qayıdır da indi belə deyək. Belə deyək, mövzudan kənarlaşdım, yəni linki əlavə edirsiniz bura və aktivate edəndən sonra sizin faiziniz neçədirsə, belə deyək, promokodda olan faiz qədər ya artır, ya da fiksirованный konkret o faiz qədər olur. Sonra, belə deyək, browserda приложение, browserda расширениyalar var, bunun haqqında, pluginlər haqqında deyim, yəni pluginlərdə olan linki yerləşdirəcəm. Plugin belə işləyir, məsəl üçün daxil olursunuz AliExpress-ə, hər hansı bir malı seçirsiniz, məhsulu. Məsələn, bu məhsulu istəyirsiniz. Seçirsiniz müəyyən bir məhsul, məsəl üçün, mən bu məhsulu almaq istəyirəm, Z-Wave Motion Detector və siz plugin üstünə baxın, avtomatik plugin bəyaları qırmızı rəngdə aktivləşdi və altında faizi qeyd olundu. 10.3 faiz. Plugin aktivdir. Yəni, siz edildiyiniz sifarişdən 10.3 faizi, məsələn, 44-ün 10.3 faizi. Bu təxmini 4 dollar, belə deyək, 4 dollar 40 sent geri qayıdacaq mənim elektron hesabıma. Yəni, bunu sifariş versəm. Test üçün özünüzü sığortalamaq üçün, məsələn, indi hal-hazırda səhifəyə daxil olmuşsunuz, görürsünüz ki, bu aktivdir. Ehtiyat üçün üstünə bir daha klik edə bilərsiniz. Baxın. Siz ilk dəfə klik edəndə sizin akkauntunuzu istəyəcək, yəni cashback servisində qeydiyyatdan keçdiyiniz mailinizi və paronunuzu bu plugində bir dəfə yazmalısınız ki, yəni plugin də sizin akkauntunuza qoşulu olsun. Bir deyək, baxın bu səhifə açdınız, adınız, familiyanız, informasiyası ki, cashback возможность var və prosent 10.3%. Baxın, aktiviruj cashback knopkasının üstünə sıxırsınız. Eyni səhifə, baxın bu səhifə və bu səhifə eyni səhifədir. Bir daha açılır, amma burada linklərdə biraz dəyişiklik olur, yəni servisə qoşulma linki ilə birlikdə. Və standart formada kupit сейчас edirsiniz və yaxud marjinalınızı artırsınız, yəni sonra sifariş verirsiniz, bu sizdən asılıdır, yəni həmin momentdə cashback hesablanmış olur. Belə deyək, cashback sizin sistemdə
Statistikada sizin məlumat göstərəcək, yəni ki, siz hansı əməliyyatlar eləmisiniz. İndi hazır statistika yoxdur, məsələn, əməliyyat eləyən kimi sizə göstərəcək, yəni hansı tarixdə, hansı nömrə ilə hansı əməliyyat olunub, məbləğ nə qədərdir və ona uyğun sizə cashback göstərəcək onun sağ tərəfində. Və nüans buradadır ki, cashbackin sizin hesaba oturması üçün, yəni o hal-hazırda məsələn sifariş verdiyiniz zaman göstərən məbləğ sizdə faktiki olaraq nəzərdə tutulub. Yəni siz məhsulu sizə gəlib çatır və siz təsdiq verəndən sonra ki, məhsul sizə gəlib çatdı. Müəyyən bir müddətdən sonra AliExpress ilə YPN cashback servisi arasında öz daxili prosedurları baş verir. Ondan sonra sizin cashback avtomatik sizin hesaba oturur və burada baxın gördüyünüz $0 yazılan yerdə həmin oturan cashback məbləği görsənir. Başqa sualınız olarsa, yəni verə bilərsiniz. Bacardığımız qədərilə sizə köməklik göstərəcəm. Düzdür, cashback servislər videonun başında dediyim kimi çoxdur. Bu cashback servisin podдержкасы, partnyor kampaniyaları və istifadəsi mənim üçün genişdir. Yəni reklam kimi olmasın, amma mənim üçün daha optimal variant, ən optimal variant budur. Telefon üstündə prilojeniyası var, yəni YPN cashback servisinin, onu da qeyd edəcəm və ona da olan linki yerləşdirəcəm. YPN cashback servisinin telefonda olan prilojeniyası vasitəsilə də alınan məhsulların videosu kanalda var. Daxil olub, yəni baxa bilərsiniz. Yəni ona olan linkləri də videonun şərhlər bölməsində yerləşdirəcəm. Belə əlavə sualınız varsa, dediyim kimi verə bilərsiniz və bizim Facebookda olan qrupamıza, Alfrom Market qrupamıza, Alfrom Market kanalımıza və hal-hazırda bizi izlədiyiniz YouTube kanalımıza üzv olmağı unutmayın və video bəyəndinizsə, like'ınızı da əsirgəməyin.